Hər vaxt xeyir olsun, dəyərli traderlər. Bizim açıq əməliyyatlarımız hələ aktivdir. Digər əməliyyatlara bağlamışıq və iki əməliyyat bu. Uşaqlar, bu sell stopu idi. Sell stopu, yəni biz bunu ləğv yox, yəni ləğv eləmək lazımdır. Biraz aşağı verək ki, sonra da bunu ləğv eləmək lazımdır. Saxlamaq olmaz mı? Və iki əməliyyatımız var. İkisi də burada gəlirdədir və eyni zamanda gümüşdə olan demək gümüşdə olan əməliyyat da gəlirdədir. Bu da bildiyiniz kimi sell stopu aşağı çəkirik ki, gəlib bunu açmasın. Nə üçün? Çünki yaxın qoymaq olmaz. Və yuxarı doğru istiqamətinə davam etdirir. Bunun üçün də biz take profit təyin edək. Take profit buna təyin edək. Buna da take profit təyin elədik. Və bugünkü gün yəni əməliyyatlarımız 3 uğurlu əməliyyatımız bunlar olub və gəlir 1111 əla rəqəmdir. Və bunlar da ki, bu əməliyyatlarda gəlirdədir. Yəni gözləyə görək nələr baş verir, nələr olacaq. Yəni bu əməliyyatları, aşağıdakı əməliyyatlar ana əməliyyatdır. Yəni sığortalayaraq bunları, hər ikisini sığortalayaraq ki, yəni ziyan olmasın. Yəni gəlir varsa, dərhal sığortalamaq lazımdır. Ya trailing stopla, dəfələrlə demişəm, ya da ki, deyək ki, stop lossla. Stop lossla necə sığortalayırlar? Məsələn, deyək ki, siz stop lossu məsələn bura qoymusunuz, gəlir olan kimi dərhal qaldırırsınız yuxarı, xeyrə çəkirsiniz ki, ən yaxşı halda, məsələn, tutaq ki, bura təyin edəsəz, yəni ən yaxşı halda, baxaq, ən yaxşı halda nə qədərə bağlayar? Ən yaxşı halda 73 dollarlıq gəlirlə bağlayacaq. Amma mən ümumiyyətlə stop lossdan istifadə etmirəm. Ona görə çəkdim, onu da ləğv edərəm oradan. Demək, hal-hazırda kifayət qədər gəlir var. Həm qızılda, həm də ki, gümüşdə. Və gözləyir ki, daha yuxarı. Yəni, əsas olan odur ki, uşaqlar, bizim əsas, deyək ki, 3 əməliyyatımız gəlirlə nəticələnib. Eyni zamanda biz evro dollarda da alış əməliyyatları müəyyən etmişdik. Baxaq görək ümumiyyətlə nə qədər gəlirə gəlib. Baxaq görək ümumiyyətlə bizim evro dollarda ki gəlir, deməli 17 bugündür. Baxaq, bugünə baxaq. Deməli, gəl burada baxaq. Burada daha rahat baxa bilərik. Burada daha rahat baxa bilərik. Demək, 17.650 deməli, evro dollardır. 17.650-dən. 17.650-dən take profit bizdə deməli, qalxıb 17.775-ə qədər zadı qalxıb. Yəni, 100 pipslik qalxıb yuxarı. Funta baxaq. Funtda vəziyyət nə qədər necədir? Funtda da deməli 1.36% alış idi. 36% alış idi. Bu da 1.36-300-lərə qədər qalxıb. Take profit nə qədərdir ki burada? Take profit deməli yəni demək olar ki, funtda 36-300-dür. Demək olar ki, yəni take profit yəni yaxınlaşıb take profit'a. Deməli 36-293 olub. 200 pips az bir hardasa demək 7 pip qalıb take profit'ə dəyməyə. Yəni əslində bizim açdığımız, siqnal verdiyimiz, paylaşdığımız əməliyyatlar bugün siqnallar hansılar olub? Diqqətlə baxaq. Demək, yəni qızılda yəni baylarımız olub. Deməli 4703-dən olan gəlirlə bağlandı. Ondan sonra əsas pay deməli 4722-dən, bu da 28-29 dollarla bir hətta yuxarı qalxdı. Baxa görə nə qədər qalxıb yuxarı. Bir dənə buna da baxaq. Görə nə qədər yüksəlib. Ümumiyyətlə yüksəliş nə olub? Deməli 52. Deməli 22-dən 52-yə uşaqlar. Demək hardasa 30 dollarlıq bu yüksəliş bunda olub. Sonra yəni əslində deməli 2 dənə siqnal qızılda, bir gümüşdə və
gümüşdə, sonra evro dollarda, funt dollarda 5 dənə, bir dənə də Bitcoin da bizdə 81-200-də açıldı. O da kifayət qədər qalxdı. Ona baxaq. Bitcoin-da da deməli Bitcoin hara qədər qalxdı? Deməli Bitcoin da qalxıb. Deməli Bitcoin da 81-688. Deməli 500 pipsdə bu qalxıb. Bu da kifayət qədər gəlir edir. Yəni deməli 81 neçə idi? 81 200-dən hardasa 400 pipsdir. 400 pipsdə yəni bu qalxıb, bu da yəni kifayət qədər gəlir edir. Yəni ümid edirəm sizin üçün yəni bu mükəmməl bir deyək ki, gəlirdir. Bir də nəzər çatdırım ki, əgər mümkünsə bunu yadda saxlayın. Əgər bay açılırsa, sell stop burada idisə, yəni bundan aşağı idisə, bay açılırsa necə biz sell stopları ləğv eləməliyik. Bunu yadda saxlayın. Belə əsasən yəni bugün verdiyimiz siqnallardan 2 dənə qızılda 2 siqnalımız, qızılda bay əməliyyatları gəlir nəticələrində gümüşdə demək gümüşdə də əsas baylar yoxdur. Deyəsən bir dənə bay açmışam. Gümüşdə də yəni 3-cü əməliyyat gümüşdə olub gəlirlə, 3-cü Bitcoin-da 4, Evroda 5, çox üzrə bir də 2 qızılda, 3-cü əməliyyat gümüşdə 4, Bitcoin-da 5, Evro dollarda 6, funt dollarda. Yəni 6 siqnal mükəmməl bir nəticə verib və ümid edirəm burada qrupun iştirakçıları bundan deyək ki, mənfəətlə bazardan çıxdılar. Yəni bu korreksiyadır. Ümumiyyətlə mən əməliyyat açdımsa, yəni gözləyirəm daha yuxarılara imza atsın. Yəni bu düşmək deyil. Düşmək onda olar ki, hansı halda deyək ki, çətin vəziyyət yarana bilər. O halda ki, biz görək ki, yəni istiqamət dəyişər hansı halda. Yəni bu gəlib trend xəttini kəssin ki, ikinci şamdan sonra artıq deyək ki, istiqamət dönür. Burada yeni başlayanlar özlərini qorxudurlar. Məsələn, kiçik zaman intervalına bax. Ay düşdü deyir, düşdü. Hara düşdü? Yəni əsasən də dediyim kimi bu xətti kəsəndən emmə pozisyona keçər. Hələ ki sadəcə olaraq yəni korreksiyalarla müşahidə olunur. Yəni belə sonra yeni doğru istiqamətlə davam etdirə bilir. Hər halda mən yəni əgər bu aşağı gəlsə 3 qatını açıb, yəni qısa zaman ərzində gəlirlə bazardan çıxaraq. Belə uşaqlar, yəni bildiyiniz kimi hələ ki 3 əməliyyatımız burada. Evro dollar, funt dollar və Bitcoin-ə mən girmədiyim üçün burada yoxdur. Arada, yəni vaxt olanda onlarda da girirəm. Yəni siqnal paylaşanda 6 siqnal paylaşmışıqsa bu o demək deyil ki, siz hər 6-sına girin. Yəni bu belə bir qanun, belə bir şərt yoxdur. Yəni əgər kimsə qızılla işləyirsə, yəni ancaq qızılla alqı-satqıları həyata keçirsin. Kimsə gümüşlə işləyirsə, ancaq gümüşlə alqı-satqıları həyata keçirə bilər. Belə əzizlərim, hamınıza uğurlar. İnşallah görüşmək ümidi ilə sağ olun.